Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb. Şəki şəhəri Aydın Məmmədov küçəsində yerləşən Vəfa Süleymanovaya məxsus 2 mərtəbəli 8 otaqdan ibarət fərdi yaşayış evinin 1-ci mərtəbəsində yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın evin mətbəx hissəsində qeydə alınıb. Belə ki, partlayışın gücündən mətbəxin tavan hissəsi çöküb, mətbəx mebeli və döşəmə qismən yanıb. Baş vermiş yanğın zamanı Vəfa Süleymanova və onun 15 yaşlı qızı bədənin, üz və əl nahiyələrinin müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb. Yaralılar dərhal Şəki rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, martın 31-i 2026-cı il tarixində saat 14:53 radələrində qaz sızması nəticəsində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər qadın cinsli şəxs Şəki rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə təxliyə olunub. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi hazırda xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Vüqar Heydərov, Əhməd Fərixoğlu, APA TV, Şəki.